Gələn ildən etibarən 11-ci siniflər buraxılış imtahanlarında xarici dil fənnindən 100 sözdən ibarət esse yazacaqlar. Bəs dəyərli abituriyent, sən öz ana dilində esse yazmağı bacarırsanmı? Sən esse və inşanı fərqləndirməyi bacarırsanmı? Unutma ki, sənin xarici dildə esse yazmaq üçün ilk addım məhz öz ana dilində esse yazmağı bacarmağındır. Birinci başlayaq essedən. Esse şəxsi fikrə əsaslanır. Biz esse yazarkən ortaya öz münasibətimizi, öz düşüncəmizi, öz mövqeyimizi qoyuruq. Bizim yaradıcılığımız ön planda olur. Daha çox təhlil və mülahizəyə yer veririk. Məncə, fikrimcə, belə hesab edirəm ki, belə düşünürəm ki, ifadələrə geniş yer veririk. Amma inşa yazarkən biz daha çox məlumata və fakta əsaslanırıq. Bizim mövzu obyektiv şəkildə izah olunmalıdır. Biz daha çox qaydalı, klassik quruluşda, yəni giriş, əsas isə mən nəticədən ibarət olan bir mətn yazmalıyıq. Və öz şəxsi fikrimizi arxa plana atmalıyıq. Ümumiləşdirmə aparsam, esse, fikir, münasibət və yaradıcılıqdır. Amma inşa məlumat, izah və faktdır. Və ya belə deyim, inşa bizim çəkəcəyimiz bir çertyojdur, kənara çıxa bilmərik. Amma esse bizim rəngli boyalarla ərsəyə çıxaracağımız bir əsərdir. İstədiyimiz duyğudan, istədiyimiz rəngdən başlayıb, istədiyimiz yerdə bitirə bilərik. İndi isə gəlin sizə iki nümunə göstərim. Esse və inşa nümunəsi. Mövzum kitabdır. Kitab oxumağın faydaları. İnşa yazıram. Yazıram ki, kitab bəşəriyyətin ən böyük kəşfidir. Bilik mənbəyi kimi kitablar min illərdir ki, insanları maarifləndirir. Kitab oxumaq söz ehtiyatını artırır, dünya görüşünü genişləndirir. Məsələn, bədii əsərlər oxumaq bizi fərqli xalqların mədəniyyəti ilə tanış edir. Elm adamları sübut ediblər ki, mütaliə edən insanların təfəkkürü daha sürətli inkişaf edir. Beləliklə, hər bir gənc öz gələcəyi üçün kitab oxumalı və mütaliəni vərdiş halına gətirməlidir. Baxın, mən öyrədici, məntiqli və rəsmi bir mətn dilə gətirdim. Öz mövqeyim arxa planda oldu. Ümumi həqiqətlərdən danışdım. İndi isə esse nümunəsi deyirəm. Deyirlər kitab bilik mənbəyidir. Amma mənim üçün kitab bir sığınacaqdır. Bəzən yağışlı bir havada qaçıb gizləndiyim, bəzən isə heç vaxt gedə bilməyəcəyim şəhərlərin küçələrində gəzdiyim bir sihirli qapıdır. Dünən köhnə bir kitabın səhifələrini çevirərkən hiss elədiyim o qoxu mənə uşaqlığımı xatırlatdı. Bəlkə də biz kitablara məlumat almaq üçün deyil, özümüzü tapmaq üçün oxuyuruq. Kim bilir, bəlkə də oxuduğumuz hər sətir əslində bizim heç vaxt deyə bilməyəcəyimiz sözlərdir. Baxın, bu da oldu mənim essem. Mənim essem emosionaldır. Suallar verirəm, fərdi hisslərə toxunuram. Burada doğru və ya yanlış yoxdur. Burada mənim fikrim var, mənim baxış bucağım var. Budur dostlar, inşa mənim nəyi bildiyimi göstərir. Esse isə mənim necə bildiyimi göstərir.